Salam, xoş gördük. Xalq TV-də bugünkü həmsöhbəti muğam ifaçısı, xanəndə, əməkdar artist Nuriyə xanım Hüseynovadır. Xoş gəlmişsiniz Nuriyə xanım. Təşəkkür edirəm, çox sağ olun, var olun. İstəyirəm elə birbaşa yaradıcılığınızdan başlayaq söhbətə. Başlayaq. Özüm üçün də maraqlı gələn bir sualdan başlayacağam. Necə oldu ki, Dağlıq Dırnız kəndindən peşəkar səhnəyə gələn yol çətin oldu, keşməkeşli oldu, yoxsa asan oldu? Belə deyək də, mən bütün dahilərin həyat və yaradıcılığına belə baş vurub onu öyrənəndə, böyük insanların, əstəğfurullah, özüm böyük insan deməzdim hələ çox işlər görməliyəm. Onların həyat və yaradıcılığına baş vuranda görürsən ki, onlar dağ, ucqar bir kənddən uzun yollar gəlib. Uzun yol gəlib və şəhərdə püxtələşib, böyüyüblər, bəşəri insan olublar, dünyəvi bir insana çevriliblər. Dünya üçün çox böyük faydalar veriblər və bunun üçün də Allah Taala'nın harda, kənddəmi, şəhərdəmi, qəsəbədəmi fərq etmir. Allah Taala'nın harda yaratdığı və yaratdığı bir insan. İnsan kimdir və nəyə xidmət edəcək, nə olacaq, hansı yolu gedəcək və bu yolda ona kimlər dəstək olacaq. Və sanki bunlar təsadüfi bir şeylər deyil. Bunlar Allah Taala'nın insanı yaratdığı zamandan ta ki bu dünyada missiyası nədir, necə yaşayacaq, necə bu dünyadan köçəcək, onlar hamısı proqramlı şəkildə həyata keçdiyi üçün mən də heç belə təəccüb eləmirəm ki, ucqar bir dağ kəndində dünyaya doğuldum və gəldim, artıq dünya səhnəsində varam, mən də varam deyə bilirəm. Yəni buna sadə baxıram. Sadəcə gəldiyim yol uzun, keşməli, əziyyətli, nə bilim, çətinliyi, xoş anları, belə, yəni. Yox, təəccüblü deyil təbii ki. Xeyr, sadəcə qətiyyən. olaraq o yolun necə gəldiniz, necə keçdiniz, yəni o detallara istəyirəm biraz varaq ki, maraqlıdır. Detallara baxdıqda gəldiyim yol təbii ki, gözüm açıq evdə mən anamdan eşitmişəm xalq mahnılarını, təsniflər, bəstəkar əsərlərini. Mənim anam həmişə Cahangirov mahnılarını oxuyardı bizim üçün. Nə gözəl. Və sonra məktəbə getmişəm o kənddə. Kənddə də nəğmə dərsləri olurdu. Orada da görüblər səsim var. Evdə də görürdülər səsim var. Yəni ailədə hər kəs mənim gözəl səsim olduğunu bilirdi. Sadəcə məktəbdə, məktəbimizin direktoru bir neçə dəfə mənim məktəbin tədbirlərində oxutdurdu. Sonra isə məktəbləri rayondan bir dəvət gəldi ki, müsabiqə var və bu müsabiqəyə uşaqlar seçilməlidir. Hər yerdən, kəndlərdən seçilib rayondan isə Naxçıvana gəlməlidir. Və mən beləliklə seçildim, Ordubadda da birinci yer aldım. Bu həmin o Heydər Əliyevin layihəsi idi də o vaxt. Hə, mən indi ona gələcəm, bəli. Və bu təbii ki, Naxçıvanda da yenə rayonlardan gələn uşaqlar içində yenə seçildim və Bakıya gəldim. Və Bakıya, həmən gün Bakıya çıxmalı idik. Amma mən rayondan birbaşa Bakıya getmək adına deyil, Naxçıvanda müsabiqədə oxumaq üçün, yer almaq üçün gəlmişdim, qatılmışdım. Və yadımdadır ki, məktəbin direktoru Əmraslan müəllim dedi ki, sən burada qal, mən evə gedim, valideynlərinə deyim, sənin par-paltarını yıxsınlar. Siz Naxçıvandan Bakı Noraşın poezi ilə Ordubaddan keçəcəksiniz onsuz da. Ordubadda mən qatara minib sənin veşlərini orada verəcəm. Mən də uşaq 5-ci sinifin tələbəsi, biraz mənim üçün qəribə idi, qorxurdum, sıxılırdım, ehtiyat edirdim, kənd uşağı, şəhərə düşməyən bir uşaq. Yəni mənim üçün çox çətin idi. Hara aparırlar məni birdən-birə? Hara gedirəm, heç bilmirəm, özü də kişilərdir, yəni müəllimimiz də kişi idi, Allah rəhmət eləsin, indi rəhmətə gedib pionerlər evinin direktoru idi. Demək, belə də oldu, mən Bakıya gəldim, mənim dayılarım Bakıda yaşayırdı. Təbii ki, dayılarım da məni qarşıladı, biz otelə yerləşdirildik, oradan sonra juri, Niyazinin rəhbərlik etdiyi bir jurinin tərkibində Sara xanım, Şökət xanım, İslam Rızayev, Vasif Adı Gözəlov, Allah canını sağ eləsin, Arif Babayev, bu insanlar əyləşib və biz bunların qarşısında çıxış eləməliyik və mən də çıxış elədim.
çıxış elədim, amma mənim boyum həmişə hündür olub, yaşımdan böyük görsənmişəm, boyum hündür olub. Rəhmətli Niyazi dedi ki, biz həm festival üçün deyil, həm də gələcəkdə opera üçün gözəl bir Leyli tapmışıq. Leyli üçün çox bir böyük tapıntıdır. Həm səs diapazonu, həm boyu, həm gözəlliyi, milli belə sima var. Və mən heç uşaq idim, mən heç o söhbətlərin, sözlərin fərqini var. Leyli kimdir, heç bilmirdim. Heç bilmirdim Leyli nədir, nə deyil. Nəysə, elə oldu ki, biz konsertdə, yekun konsertdə çıxış elədik. O vaxt konsertdə Heydər Əliyev özü iştirak edirdi. Çünki bu layihənin elə rəhbəri də özü idi. Çünki o qərar vermişdi ki, rayonlarda, kəndlərdə istedadlı, səsli uşaqlar mütləq var. Və onlar seçilsin, Bakıya gəlsin və onlar təhsil almalıdır burada. Və belə də oldu. Demək, mən Naxçıvandan gəlmişdim. Naxçıvanı təmsil edirdim. Və mən səhnəyə çıxanda, belə deyək də, dedilər ki, çıxış edir. Naxçıvan Muxtar Respublikası Ordubad rayonu Dırnız kəndinin 5-ci sinif şagirdi Nuriyə Məmmədova. Mənim familiyam Məmmədova idi. Və bu Heydər Əliyevə çox böyük, xoş təsir bağışlamışdı. Burada Naxçıvanın da adı var idi. Və mən konsert qutarandan sonra mənə böyük bir gül dəstəsi verdilər ki, bunu Heydər Əliyevə sən verəcəksən. Mən də çox sevinirdim. Kənd uşağı gəlmişəm burada, ölkənin rəhbəri ilə görüşürəm. Bu, mənim üçün belə bir böyük bir uğur idi. Yəni, gözlənilməz bir şeylər idi ki, həyatımda bu baş verirdi. Və o gül dəstəsini Heydər Əliyevə verdim, mənim alnımdan öpdü, dedi, çox gözəl oxuyursan, inşallah ki, təhsil də alacaqsınız, sizin böyük gələcəyiniz var və belə də oldu. Biz rayona gəldiyimiz, hər kəs öz evinə, öz rayonuna qayıtdı. Valideynlərim məni Bülbül adına məktəbdə oxumağa icazə vermədilər və qərar verdi hökumət o vaxt ki, bu uşaqlar, birinci yer tutan uşaqlar Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil almalıdır və o vaxta qədər də o məktəbdə xanəndə sinfi yox idi. Və bu məktəbdə də İslam Rızayev, Arif Babayev, Şövkət Ələkbərova dərs verməlidirlər və beləliklə bu sinif açıldı. Onlar başladı orada dərs verməyə, amma məni buraxmadı valideynlərim. Və bizə bir məktub gəldi. Həmkarlar bizə məktub göndərmişdi ki, Heydər Əliyevin şəxsi xahişini mən sizdən edirəm, valideynlərimə yazmışdı. Nuriyə mütləq Bakıya gəlməlidir, onu biz təmin edirik hər bir şeylə. Onun qalması, hər bir şey, geyimi, yeməyi, təhlükəsizliyi, hər bir şey. Burada tərbiyəçi müəllimlər ayrılıb, onlara xüsusi diqqət, hər şey dövlət tərəfindən təmin olunacaq, amma mütləq o gəlib təhsil almalıdır. Təbii ki, bu məktub mənim valideynlərimi çox yumşaltdı. Hətta bir dəfə Həsən Həsənov Ordubada gəlmişdi, o da bizim kəndə gəldi, həmin ildə. Bizim kəndə gəldi və Lidiya Rəsulova xahiş eləmişdi ki, əgər Ordubada da Naxçıvana gedirsən, oradan Ordubada keçərsən və mütləq Nuriyənin valideynlərinlə görüşüb bir razılıq alarsan. Hətta Həsən o bizim evimizə gəldi. Mən valideynlərimlə görüşdü ki, mütləq bu qız Bakıda oxumalıdır. Və beləliklə mən Bakıya gəldim. Amma yenə mən dayılarım məni, belə deyək, bizə ayrılmış o yataqxanada qalmağa icazə vermədilər. Onlar dedi ki, məktəbə gedib gələrsən, özümüz aparıb gətirərik bizim tabeliyimizdə. Beləlik mən daimgildə qaldım, onlarda oxudum, təhsil aldım. Bir ay daim məni apardı, gətirdi məktəbə, yolu tanıdım və sonra özüm getdim, gəldim. Və həmin illərdə mən Səmərqənddə keçirilən musiqi simpoziumuna qatıldım. Ümumdünya musiqi simpoziumunda yer aldım. Sonra Moskvada keçirilən Azərbaycan 10 günlüyünə getdim. Və sonra isə Koreyaya bizi dəvət etdilər. Yenə mənim valideynlərim buraxmadı. Sonra Moskvada tələbə və gənclərin 12-ci Ümumdünya festivalına məni dəvət etdilər. Məktəbdən göndərirdilər. Yenə mənim valideynlərim məni buraxmadı. Və beləliklə mən elə Bakı şəhərində dövlət tədbirlərinin hamısında çıxış eləyirdim. Həmişə o tədbirlərdə yer alırdım. Bizi hazırlayırdı Vasifat Gözəlov, rəhmətli Niyazi, İslam Rızayev,
Arif müəllim, Şövkət xanım hamısının nəzarəti altında biz o konsertlərə hazırlaşırdıq və gözəl də uğurlarımız olurdu. Və artıq mən məktəbi bitirdim. Bülbül adlı məktəbi bitirdim. Konservatoriya daxil olmalıyıq biz. Orada da bizə görə muğam sinifi açıldı, muğam kafedrası açıldı. O vaxta qədər Azərbaycan Dövlət Konservatoriyasında xalq ifaçılığı üzrə, muğam üzrə sinif yox idi. Həm də siz o təhsili başa vurandan sonra sizə səlahiyyət verildi ki, musiqi məktəblərində dərs demək, pedaqoji fəaliyyətlə məşğul olmaq səlahiyyəti verildi. Məncə o da ilk idi. Demək belə oldu da, o vaxta qədər heç bir xanəndə, heç yerdə təhsil belə deyək də müəllim kimi fəaliyyət göstərmirdi. Pedaqoji fəaliyyəti. Bəli. O konservatoriyada da o kafedranı açdılar. Məhz bizə görə ilk olaraq biz bitirirdik. Konservatoriya açıldı və biz daxil olduq. Və təbii ki, mən bunu deyəcəm. Biz bütün imtahanlardan keçdik. Mən və Aybəniz Haşimova ikimiz imtahan verirdik. Gülüstan Əliyeva bizdən bir il qabaq bitirmişdi. O artıq konservatoriyada birinci kursda təhsil alırdı. Və əlbəttə ki, biz uşaqlara görə açılmışdı o. İlk qutaran da Gülüstan xanım oldu, sonra Könül Xasiyeva oldu. Ondan sonra biz gəldik. Aybəniz xanımla mən. Və bizim hamımıza dövlətin dəstəyi var idi. Güzəşti var idi. Orada bizim məsəl üçün imtahanlarda müəllimlərin hamısına tapşırılmışdı ki, bu uşaqlar kəsilə bilməz. Bunlar çox istedadlıdır. Yəni bizim hamımıza dəstək oldular. Biz girdik konservatoriyaya və mən konservatoriyada oxudum. Çox əziyyət çəkdim. Nə idi bu əziyyət? Mən konservatoriyanın birinci kursunda ailə qurdum. Və mən ailə qurdum, nişanlandım. Lidə Rəsulova məni yanına çağırdı. Lidə xanım gördüm ki, mənə qarşı biraz belə aqressiv və acıqlıdır. Çünki həmişə qapıdan içəri girəndə, oradan kabinetində qapıya qədər gəlirdi, qucaqlayırdı, görüşürdü, soruşurdu nə var, nə yox. Bütün hər işimizlə o maraqlanırdı bizim. Gördüm ki, mənə qarşı belə bir, o deyil. Və o mənə dedi ki, Nuriyə, belə baxdı yerə. Biz səni oxutdurduq ki, sən ailə qurasan, bəs sənət? Mən də dedim ki, valla mən neyniyə bilərəm? Mən valideynlərim konservatoriyada məni tək-tənha təhsil almağıma izin vermirlər. Onlar mənim burada tək qalmağımdan qorxurlar, ehtiyat eləyirlər. O dedi ki, heç sən ağıllı qızsan, niyə sən təhsilindən, sənin burada tək yalqız qalmağından ehtiyat eləyirlər? Heç bir şey də ola bilməz. Sən bu sənətdə öz sözünü deyib, yəni bir gözəl bir Azərbaycan mədəniyyətini inkişaf etdirib, dünya səhnələrində onu təbliğ edən bir insan kimi biz səni gətirdik, təhsil verdik ki, bunu edəsən. Səni evdə oturub uşaq böyütməkdən üçün eləmədik bunu. Təbii ki, mənim üçün çox ağır idi, çətin idi, bilmirdim neynəyəcəyimi. Amma valideynlərimin də sözündən geri çəkilmirdim. Və beləliklə mən ailə qurdum. Konservatoriyanın birinci kursunda və mən 5 il təhsil aldım konservatoriyada, çox əziyyət çəkdim. Çünki mən artıq konservatoriyanı bitirəndə mənim 2 evladım dünyaya gəlmişdi. Oğlum və qızım var idi. Çox əziyyət çəkirdim, çox. İnanın ki, əyanı təhsil, 2 körpə uşaq, özdə dövr, tam fərqli bir dövr idi. 87-ci ildə mənim toyum oldu, mən ailə qurdum. Sonra başladı ölkəmizdə Qarabağ məsələləri ortaya atıldı. Müharibə, çevrilişlər, Sovet hökumətinin dağılması, yeni bir sistem. Yəni bütün bunlar hamısı həm sənətə çox pis təsir etdi. Yəni sənətdə də bir durğunluq oldu. Sənətkarlarda da yəni belə, yəni çox pis dövr idi, yəni belə deyək. Və o dövrdə mən təhsil aldım və uşaqlarımı böyütdüm. Və illər keçdi. Deməli, Nuriyə xanım, həmin vaxtdan da pedaqoji fəaliyyətə baxışladınız. Bülbül adlı orta ixtisas musiqi məktəbində də dərs demisiniz, Asəf Zeynallıda da dərs demisiniz, musiqi kolleci, humanitar kolleci yoxsa? Bəli. Və hazırda da Mədəniyyət İncəsənət Universitetinin? Yox, demirsiniz. Orada da dərs demisiniz amma? Demişəm, 22 il. 22 il Mədəniyyət İncəsənət Universitetində dərs demişəm. Pandemiya dönəmindən
belə deyək, pandemiya dönəmində artıq mən oradan getdim və əlbəttə ki, mən İrs Folklor Ansamblının rəhbəri işləmişəm 2014-dən 2023-ə qədər. Əsas iş yerim ora olduğu üçün mən İncəsənət Universitetində yarım ştatla işləyirdim. Sonra elə oldu ki, pandemiyada mən oradan tamamən uzaqlaşdım. Hal-hazırda mən Milli Konservatoriyanın və Bülbül adlı orta ixtisas musiqi məktəbinin müəllimiyəm. Yenə pedaqoji fəaliyyətlə məşğulsunuz. Onu soruşmaq istəyirdim. Əslində mən pedaqoji fəaliyyəti dəb halına gətirdim. Onun ilkiyəm mən. Çünki mənim demək 92-ci ildə mən müəllim kimi fəaliyyətə başlayanda hələ heç bir belə deyək də yaşıdlarımın heç biri müəllim kimi fəaliyyətdə deyildi. Mələk xanım Əyyubova İncəsənət Universitetində muğam sənətindən deyil də, çünki muğam sənəti də yox idi orada o vaxta qədər. Sonradan 2000-ci ildə açıldı. Elə 2000-ci ildə açılanda da ilk müəllimlərindən birincisi mən oldum orada. Mələk xanım dərs verirdi. Səhnə, belə deyək, səhnə fəaliyyətindən, ondan sonra bilmirəm, yəni bir başqa tam fərqli bir istiqamətdə İncəsənət Universitetində dərs deyirdi. Qalan belə heç kim müəllimlik fəaliyyəti yox idi. Elə bil ki, mən onu bir dəbə saldım. Həm də uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşsunuz. Həm pedaqoji fəaliyyət, həm ifaçılıq, bunların ikisini bir yerdə aparmaq çətin deyildi. Həm də ailəli, 2 uşaqlı bir qadın üçün. Və üstəgəl öyrətmək ümumiyyətlə insanın özünə nə öyrədir? Öyrətməkdən nə öyrəndiniz bu vaxta qədər? Öyrətməkdən öyrənirəm. Öyrətməsən öyrənə bilməzsən. Mən öyrətdikcə özüm də öyrənmişəm. Yəni bu təhsil öz yerində, aldığım təhsil öz yerində, amma mən öyrədə-öyrədə öyrənmişəm. Yəni bu mənə nəzəriyyə öz yerindədir, praktika. Bunlar hər ikisi birlikdə birləşəndə daha gözəl bir nəticə olur. Və mən təhsil almışdım, sənətimin incəliklərini öyrənmişdim. Amma müəllimlik fəaliyyəti məni püxtələşdirdi. Yəni hər tələbə ilə işləmək, onların psixoloji olaraq xarakteri ilə, ondan sonra təhsili, onları yetişdirmək, necə yetişdirirsən sən onları? Bir vətəndaş kimi, bir cəmiyyətə, bir insan kimi, yəni insanlar yer kürəsində hər birimiz bir zərrəyik. Və bu zərrələrin hərəsinin özünün bir parıltısı var. Bu kainata, bu dünyaya bir dəstəyi var, bir verəcəyi bir töhfə var. Yəni, necə töhfə verə bilər mənim tələbəm? Sənətini öyrənər, sənəti ilə deyək ki, öz töhfəsini verər və üstəlik yaşadığı, mənsub olduğu ölkəyə, mənsub olduğu dövlətə, millətə yüksək səviyyədə mənəviyyatla xidmət edər, onun dəyərlərini sevər. Tək milli mənəvi dəyərlərdən mən deməzdim. Ümumi bəşəri dəyərlərə hörmət edib yanaşmaq bu mənim tələbələrimlə dərsimin önündə ən birinci dayanan bir belə deyək işdir. Sən dəyərlərə sayğı duymasan, sən öz dəyərləri və ümumbəşəri dəyərlərə sevgin, sayğın olmasa, sənin özünə də sayğın olmayacaq. Yaxşı sənətkar da ola bilməzsən. Sən yaxşı sənətkar da ola bilməzsən. Onun üçün də Nuriyə xanım, yetirmələriniz yəqin çoxdur. Çoxdur, bəli. Sizdən indi bir belə səhnəni bölüşənlər varmı birlikdə çiyinciylə? Əlbəttə ki, var. Biz elə bu yaxınlarda mənim yaradıcılıq gecəm oldu. Həm də mənim ərsəyə gətirdiyim 25 əsər musiqi parçası bəstəm işıq üzü gördü və onlar not şəklində, kitab şəklində çap olundu və bu gecədə bu mahnılar səsləndi mənim tələbələrimin ifasında. Sizi görüb demişdilər ki, yeni Leyli gəlir, yeni Sima gəlir Azərbaycan opera səhnəsinə. Maalesef olmadı. Amma siz olmadınız Leyli. Həm olmadım, bəlkə də özüm tənbəl oldum, bilmirəm, deyə bilmərəm. Tənbəl deyiləm əslində. Mən sizə bir söz deyəcəm. Daha çox məncə pedaqoji fəaliyyətə önəm verdiniz. Önəm verdim də, mənim bütün sahələr, bütün hər bir şeydə abır-həya həmişə mənim, belə deyək, bütün işlərimdə mənə mane olub. O,
o mənə mane olduğu üçün mən istəsəm də başqa cür ola bilməmişəm. O mənə mane olduğu üçün mən bu həyatda bəzi şeylərə çata biləcəyim, nail ola biləcəyim, deyək ki, bu şeylərə mən daha tez nail olardım. Potensialım imkan verən şeylərə. Potensialım imkan verir, əməyim, zəhmətim, tənbəl deyiləm, sənətimi sevirəm, işimi sevirəm, işimi görüb ondan zövq alıram. Məsəl üçün, zəhmətlə, əməkdar artist sözünün bir tərəfdən xoşuma gələn tərəfi nədir? Bəzən əməyi olmayanlar da alır, indi onu qoyuram kənara, amma mən əmək vermişəm. Mənim üçün o qədər xoşdur ki, mən o adı öz əməyimlə almışam, öz zəhmətimlə almışam. Bu adı mənə cənab prezident zəhmətimə görə veribdi. Yəni, həqiqətən də mən zəhmətlə, bugün əgər bura qədər gəlmişəmsə, bugün bu sənətdə varamsa, biraz loru dildə desək, elə bil ki, cırmaqlaya. Dişimlə, dırnağımla. O cür gəlmişəm və layiq olacağım yerlərə də çata bilməməmiş bir səbəb olub ki, həmişə abır-həya mənə utanmaq qoymayıb keçim qabağa. O məni, yəni mən Leyli obrazında, məsəl üçün mənə deyirlər ki, niyə gedib demədin ki, mən istəyirəm bu rolu oynayım? Kimə gedib deməliydim? Operaya getməliydin, yaxınlaşmalıydın. Deməliydin ki, bax, mənim o potensialım var, mən onu edə bilərəm. Amma sən onu demədin, getmədin. Yəni, mən gedib deyəcək bir adam deyiləm. Leylinin anası kimi də çıxa bilərsiniz indi. Yox, gecdir artıq. İrs folklor ansamblına uzun müddət rəhbərlik eləmişsiniz və o ansamblından çox dünyanı, çox xarici ölkələri gəzmişsiniz. Azərbaycanın o qədim musiqi alətlərinə, qədim musiqisinə, o cümlədən muğama, xarici ölkələrdə necə münasibət görmüsünüz? Çox yüksək. Bilirsiniz, tamaşaçının özünün gərək düşüncə tərzi, ağlı, zəkası, həyata baxışı, dünya görüşü yol versin ki, dinlədiyi musiqi haqqında fikir söyləyə bilsin, dinlədiyi musiqini idrak etsin. Yəni, biz əgər Avropada, deyək ki, başqa ölkələrdə əgər Azərbaycan milli musiqisini, zəngin mədəniyyətini göstərə bilmişiksə, ora gələn tamaşaçı özünü idrak edən tamaşaçıdır, dərk edən tamaşaçıdır, musiqini bilir, musiqinin fəlsəfəsini bilir və bu qulaq asanda görür ki, burada nə var, nə yox. Nə olsun ki, dili bilmir. Məsələn, biz də hansısa bir ölkənin musiqisini dinləyəndə o musiqinin zənginliyini, o musiqisinin gözəlliyini dərk edirik. Dili bilməsən belə, bilirsən ki, orada söhbət nədən gedir. Musiqinin dili yoxdur. O baxımdan da biz getdiyimiz ölkələrdə elə olub ki, məsəl üçün, zalda bir mirçək səsi gəlsə, o da eşidilər. O qədər sakitçilik olub. O qədər maraqla istər geyimimiz, istər ifamız, istər alətlərin görünüşü, hər bir şey o qədər önəm veriblər, o qədər diqqətlə izləyiblər. Yəni, musiqiçi elə bir publika görəndə həvəslənir. Həvəslənir və sənin sənətini hiss eləyirlər, sənin sənətini dərk eləyirlər və nə yaxşı ki, mən bu sənətdəyəm, nə yaxşı ki, məni hiss eləyənlər var, dərk eləyənlər var, düşüncəsi ilə daha gözəl işlərə vəsilə olmağa çalışmaq istəyirsən. Amma sən gözəl bir sənət göstərirsənsə, bir də baxırsan ki, orada oturub söhbət eləyirlər, səndən heç maraqlanmırlar ki, burada söhbət nədən gedir. Onda düşünürsən ki, mən nə üçün, kim üçün? Sönürsən. Əlbəttə ki. Nuriyə xanım, Türkmənistanla belə yaxşı mədəni əlaqələriniz, bağlılığınız var. Hətta ölkənin rəhbərliyi sizə xüsusi mükafatı verib. Türkmənistanla mənim belə bağım yoxdur, heç bir bağım yoxdur. Əslində Türksoy, illərdir ki, Türksoy ki, Ankarada xidmət edib bütün türk dövlətlərinin mədəniyyətinə, milli mənəvi dəyərlərinə, Türksoyun tədbirlərində mən çox iştirak eləmişəm. Demək olar ki, lap çox. Fransada, Amerikada, Türkiyədə, Macaristanda, bir çox ölkələrdə, bəlkə də çoxsunu unutmuşam və bizim qardaş ölkələr ki var, türk dilli ölkələr ki var, onlarda çoxsunda olub ki, məsələn, Türksoyun tədbirləri olub, orada mən iştirak eləmişəm, çıxış eləmişəm və növbəti bir tədbir isə Türkmənistan idi. Türkmənistan başkənt seçilmişdi. Belə deyək, türk dilli xalqların
mərkəzi də belə deyək. İndi necə ki bu il Şuşada olacaq. Və orada mən çıxış elədim. Bəli, mən orada çıxış elədim və Türkmənistan prezidenti mənə hədiyyə etmişdi. Oranın milli geyimini, oranın milli çantası, geyimi, başörtüyü, üstünün libası və bir də qızıl hədiyyə etmişdi mənə. Belə böyük bir klon, üstündə də onun belə ağır bir zənciri və üstündə də Türkmənistan Cumhurbaşqanından olaraq yazılmışdı. Təbii ki, mən onları evdə saxlayıram, onlar mənim üçün qiymətlidir. Belə bir tədbir olmuşdu, mən orada çıxış eləmişdim və belə tədbirlər çox olubdu. Yəni, hər getdiyimdə də o ölkənin özünün hədiyyələri olubdu. Məsəl üçün, Türkiyənin demək olar ki, bütün şəhərlərini mən gəzmişəm, getmişəm, orada tədbirlər olub. Azərbaycanla bağlı, hələ Qarabağ alınmamışdan öncə Xocalı faciəsinin belə deyək, həqiqətlərini, Qarabağ həqiqətlərini, nə qədər haqlıyıq, nə qədər haqsız bir duruma düşmüşük. Bütün bunlarla bağlı elmi konferanslar olurdu məktəblərdə, institutlarda. Mən də Qarabağla bağlı orada musiqilərimi ifa edirdim. Yəni, burada olan bu müsibətlərin orada təbliği, bir çox şeylər. Yəni, bacardığım qədər, yəni həmişə dövlətimin yanında olmuşam və ən çox çalışmışam dövlət xətti ilə tədbirlərə qatılım. Hər özəl gələn xüsusi dəvətləri qəbul etməmişəm. Yəni, tanımıram, bilmirəm, nəyə xidmət edir, kimdir. İctimai fəaliyyətiniz də var, Nuriyə xanım. Təbii ki, QHT təşkilatım da var. Muğam, Dünya Musiqisinin incisi Muğam İctimai Birliyi artıq 3 ildir fəaliyyətdədir. Və bu 3 ilin ərzində bizim çox gözəl tədbirlərimiz olub. Əslində, mənim tədbirlərim çox olurdu. Və mən bu tədbirləri hansısa bir QHT-nin tərkibində biz eləyirdik, birləşirdik, eləyirdik. Sonra mənim rəfiqələrim mənə dedi ki, Yazıq xanım, Allah rəhmət eləsin, Qənirə xanım, onlar mənə dedi ki, sənin öz QHT-nin olsun. Sən ki, bu qədər işlər görürsən, öz təşkilatının adından et. Təbii ki, Muğamı bütün dünyada təbliğ edirsən. Və ondan sonra biz qərar verdik, QHT açdıq. Sağ olsunlar, məni qeydiyyatdan keçirdilər və o QHT artıq 3 ildir fəaliyyətdədir. Biz ilk tədbirimizi hərbiçilərimizlə etmişik. Qarabağın Fatihləri, sizi deyib gəlmişik. Adlı bir tədbir keçirdik. Onlarla görüşdük. Orada vuruşan, qazi olan əskərlərimizlə, şəhid ailələrimizlə. Və beləliklə, məsəl üçün, necə deyim sizə, çalışırıq. Yəni, biz də, məsələn, ictimai bir təşkilat olaraq, bir incəsənət insanı olaraq, yəni, bir konservatoriya müəllimi olaraq və mən bu ölkədə tanınmış bir sənətçi olaraq bunların hamısı, hərəsi bir məsuliyyətdir çiyində. Əlbəttə ki, dəstək olaq. Biz də nəsə bir işin ucundan tutaq. Biz də dövlətimizə dəstək olaq, insanımıza dəstək olaq, əlindən tutaq, qaldıraq, ona kömək eləyək. Yəni, bacardığımızı etməyə çalışırıq. Nə qədər edə biliriksə, edirik. Belə. Bu keçdiyiniz yola dönüb baxanda, həmin o dediyimiz o dağ kəndindən gəldiyiniz bugünkü günə qədər dönüb baxanda nəyi düşünürsünüz, nəyi dəyişərsiniz, nəyi olduğu kimi qoyarsınız və yaxud nədə daha çox inkişafa gedərdiniz? Məsələn, bayaq dediniz ki, bəzi şeylər utancaqlıq qoymadı, bəzi şeyləri eləyəm. Özünüzdə hər hansı bir dəyişikliyi edərdinizmi? Yoxsa elə, yox, bu mənim yaşantımdır, nədirsə mənimdir, bundan razılaşırsınız? Mən belə deyim, doğulduğum ev, doğulduğum ailə rayonda, kənddə olsa da, amma kəndin içində həmişə seçilmiş bir fərqli bir ailə olub. Həm əxlaqi dəyərlərə görə, həm milli mənəvi dəyərlərə görə, həm də biraz belə deyək də, kəndin içində biraz müasir düşüncəyə malik olan bir ailə olub. Mənim babam 1-ci sinif müəllim, müharibə veteranı olsa da, 1-ci sinifdə dərs deyib, ibtidai sinif müəllimi olubdu. Nənəm o vaxtı Sovet hökumətinin dövründə belə deyək, kənd soveti işləyib, anamın anası, müasir düşünə bilən, mənim məsəl üçün oxumuş, təhsil alan insanların əhatəsində olmuşam.
Və hər zaman evdə bir söz eşitmişəm ailəmizdə. Oxu. Get dərsini oxu. Hamıya eyni sözü deyiblər. Məsələn, mənim əmimin 6 oğlu olub, bir qızı. Mənim əmimin yoldaşı da, onun həyat yoldaşı da, əmim də. Uşaqları kasıb ailə olub da. Amma nə deyiblər? Get oxu, get dərsini oxu. Oxu, ancaq bizə oxu deyiblər. Get dərsini oxu. Get instituta gir, get təhsil al. Yəni, bu cür bir ailədən çıxmışam deyə, mən, məsəl üçün, necə gəlmişəmsə, mənim formam dəyişməyib. Heç saçım belə dəyişməyib. Saçımı belə mən formasını dəyişməmişəm. Baxsaz, uşaqlıq şəkillərimi görərsiniz. Mənim düşüncəm dəyişib. Mənim həyata baxışım dəyişib. Və hər zaman bir şey düşünmüşəm ki, ən böyük müasirlik, ən böyük inkişaf o mənəvi dəyərlərə söykənərək, keçmişi qoruyub saxlamaqla həm bu günü, həm də gələcəyə qurmaq olar və keçmişi qorumaqla sən bu şeylərə nail ola bilərsən. Əgər keçmişi unudarsansa, tarixini itirərsənsə, silərsənsə, ondan utanarsansa, sən məhv olarsan. Bu baxımdan da mən heç vaxt keçmişimdən utanmamışam və dönüb gəldiyim yolda, kənddən çıxıb bu günə qədər gəldiyim yola nəzər saldığımda utanacağım, sıxılacağım, çəkinəcəyim, kaş ki bunu etməyəydim düşüncəsi heç vaxt olmayıb. Əksinə çox güvənlə dönüb baxmışam. Və bəzən də elə olub ki, keçmişə baxmaq yox, keçmişi yaddan çıxarmayıb, sadəcə gələcəyə doğru getmək, irəliləmək. Həmişə bu düşüncə ilə irəliləməyə çalışmışam. Dediyim kimi, çətin də olsa ona çalışmışam. Təbii ki, mən evdə oturub uşaqlarımı böyüdəndə, ailənin qəhrini çəkəndə, ailənin yükünü çəkəndə, məsələn, mənim bir çox sənət dostlarım sənətdə idi. Hansı ki, Lidə Rəsulova məndən küsmüşdü və illər keçəndə mən yenidən qədim musiqi alətləri ansamblinə dəvət alanda yoldaşım da artıq dəyişmişdi, mənə icazə verirdi o ansamblinlə çıxışlarıma. Elə oldu ki, mən Fransada keçirilən, UNESCO-da keçirilən bir tədbirə qədim alətlərlə səfər edəndə aeroportda təsadüfən Lidə xanım Rəsulova ilə 20 ildən sonra təsadüfən rastlaşdıq. O məni qucaqladı, öpdü, görüşdü. O xəstə idi, Amerikaya uçurdu, gedirdi. Mənə dedi ki, hara gedirsən Nuriyə? Dedim ki, Fransaya. Dedi, nəyə? Dedim ki, konsertə gedirik, UNESCO-da tədbirə gedirəm. Sən dedi, artıq başlamısan fəaliyyətə. Bu məni çox sevindirir, çox sevindirir. Yoldaşım yanımdaydı. Dedi ki, bu kimdir? Dedim, yoldaşımdır. Dedi, neçə uşağım var? Dedim, uşaqlarım artıq böyükdür. Məktəbi qutarıb instituta hazırlaşırlar. O mənə siz nə dedi? Dedi, baxmayaraq mən dedi, o vaxt sənə hirsləndim. Ailə qurduğun üçün ki, sən sənətdən uzaqlaşırsan. Amma Nuriyə, ən düzünü sən etdin. Nə gözəl. Nə gözəl dedi. Ən gözəlini sən etdin dedi. Sən ağıllı qızsan, belə də davam elə. Yəni mən o vaxtı biz yol yoldaşı olduq. 5 saat da təyyarədə söhbətlər etdik. Biz orada ondan ayrıldıq. Sonra rəhmətə getdi. Sonra mən onun dünyasını dəyişəndən sonra biz Aybəniz xanımla biz onun qəbrini axtardıq, getdik, ziyarət elədik. Bilirsiniz, insan gərək itirməsin. Sənin həyatında kiminsə rolu varsa, sənə dəstək olubsa, sənin bu, baxın, indiki toplumda biraz çox çətindir nəsə etmək. Çünki çoxluq təşkil eləyir. Yerindən çıxan gəlirdir, mən oxumaq istəyirəm, mən incəsənət adamıyam, mən oxuyanam, mən müğənniyəm. Hələ hətta elə bir zirvəyə gəlir, reklamla elə bir vəziyyətə gəlir ki, gəlir sənin yanından keçəndə deyir ki, sən kimsən? Əsas mənəm. Belə şeylər də var. Bunun içində əgər bugün kimsə sənə dəstək olursa, kimsə sənin varlığını hiss edirsə, sənin sənətində, sənin arxanda dayanır, səni yol göstərir, sənin ucalığın üçün əlindən nəsə gəlirsə,
onu itirirsənsə, sən onun qiymətini bilmirsənsə, demək ki, sən sadəcə nəfəs alıb verə bilən bir məxluqsan. Sənin insanlıq hisslərin yoxdur. O baxımdan da mən bu sədaqətli insanlığa çox önəm verirəm. Bu insanlıqdır və onu itirmək olmaz. Və mən heç vaxt Heydər Əliyevin, Lidiya xanım Rəsulovanın, Həsən müəllimin, mənim dərs deyən mənim gözəl müəllimlərimin, mənim kənddən əlimdən tutub, məni gətirib, poeziya mindirib, Bakıya yola salan Əmir Aslan müəllimin, Naxçıvanda mənim üçün belə deyək, əziyyət çəkən müəllimlərimin, Bakıdakı müəllimlərimin və bütün bunların heç birini itirmək, unutmaq, mən heç vaxt bunu etmərəm. Mən çalışıram da ki, gücüm çatan, bacardığım qədər bunu tələbələrə də aşılayıram, onlara da deyirəm, heç vaxt itirməyin, unutmayın. Unutsaz, itirsəz, sizi də itirəcəklər, unudacaqlar. Və ailəyə gəldikdə, əlbəttə ki, mən evlənmişdim, 2 uşağım var idi. Təbii ki, yoldaşım məni yenidən səhnəyə buraxmasaydı əgər, mən nə onunla dalaşan deyildim, nə ailəmi dağıdan deyildim, nə də uşaqlarımı atasız böyüdüb, ondan ayrılıb sadəcə bir sənətə görə onları bu həyatda atasız böyüməsinə imkan verməzdim. Buna görə də illər keçdi. Təbii ki, mən öz güvəncim, yoldaşımın yanında qazandığım güvənc falan, bütün bunlar da əsasdır, çox əsasdır. Amma illər keçəndən sonra yoldaşımın mənə verdiyi sərbəstlik, mən artıq sərbəst bir insanam. O heç vaxt gün ərzində mənə zəng eləməz ki, sən hardasan, hara getdin, kimdən görüşdün, niyə getdin, nədən getdin. Yəni artıq onun yanında bir güvən qazandığım üçün tam sərbəst bir insanam. Dünyanın hər hansı bir ölkəsinə, qastrol səfərlərinə də gedib gəlirəm. Sərbəst düşüncəmi, sərbəst fikrimi deyə bilirəm. Gözəl tədbirlərin keçirilməsinə vəsilə oluram və əlbəttə ki, mən ona da çox böyük təşəkkür edirəm ki, bu sərbəstliyi mənə verdi, verməyə də bilərdi. Dediyim kimi, insan gərək hər bir kiçik bir dəyərin qiymətini bilsin. Bunun qiymətini bilməsən olmaz. Bu həyat, mən hər zaman bunu söylürəm ki, hər bir ölkənin, hər bir dövlətin, hər bir yerin öz qanunları var, öz qaydaları var. Biz o qanunlara tabe olaraq yaşayırıq. O qanunlardan kənara çıxsaq, dünya bütün qaydasından çıxar. Yəni, qanunsuz, qaydasız dünya olmaz. Çox söz yox. Amma bütün dünyanı, bəşəriyyəti idarə edən bir güc var. Dünyanı öz üstündə saxlaya biləcək bir güc var. Bütün gözəllikləri yaradıb insana bəxş edən, əgər xəstəlik verirsə, onun dərmanını da təbiətdə bizə bəxş edən, hər yerdə gözəl, əlvan çiçəklər yaradan, min bir neymət yaradan, gözəl bir kainatı bizə bəxş edən, bizi yaradan Allahımız var. O hər şeyi görür, hər şeyi duyur. O bizim içimizdədir, o bizim yanımızdadır, o bizi izləyir. Yaxşı, pis, hər şeyimizi görür və onun belə danışanda elə bilməyik ki, mən din adamıyam. Yox, din adamı deyiləm mən. Mənim dinə qarşı öz münasibətim var. Mənim üçün din insanlıq dinidir. Mənim üçün din sənin vicdanındır. Mənim üçün din sənin Allahını tanıyıb, onun sənə bəxş etdiyi bu gözəllikləri qorumaq, bu gözəlliklərdən zövq almaq, bu gözəllikləri insanlara sevdirmək. Necə ki, Hüseyn Cavid söylüyordu, mənim tanrım gözəllikdir, sevgidir. Çünki Allah görür, gözəl görür. Allah sevərək, görərək, gözəl görərək və bu gözəl dünyanı yaradır. Siz mənim ürəyimi oxudunuz, mən hansı sonluğu verəcəkdimsə, siz mənə onu belə deyim də ayaq verdiniz. O musiqidə var ha, ayaq vermək. Onun üçün də musiqi mənim üçün Allah Taalanın mənə bəxş etdiyi bir gözəllikdir. Bir neymətdir. Mən o neyməti bütün bəşəriyyətə, bütün dünyaya və öz mənsub olduğum millətin sənəti kimi, onun mənəvi dəyəri kimi əgər təbliğ edib onu yaya bilirəmsə, nə xoş mənə. Təşəkkür edirik ki, gəldiniz.
Xüsusi təşəkkür edirəm ki, mənə o Estağfurullah. ayağı verdiniz və mən indi Estağfurullah. mən indi yekun sözümü deyəcəm. Uğurlar sizə Nuriyə xanım. Siz sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm. Deyirlər, musiqi Tanrının insanlığa sevgisidir. Musiqi həm də gözəllikdir. Bəzi aqillər də deyib ki, dünyanı gözəllik xilas eləyəcək. Hələ neçə illər bundan əvvəl yazılarımdan birində yazmışdım. Dünyanı təkcə gözəllik xilas eləyə bilməz. Dünyanı gözəlliklə sevgi birləşib xilas eləyəcək. Bugün ona bir əlavəm də var. Dünyanı gözəllik, sevgi və musiqi xilas eləyəcək. Bu üçlüyü özündə daşıyan bir xanımla bugün həmsöhbət olduq. Nuriyə xanım Hüseynova ilə. Siz də sevgi ilə, musiqi ilə və gözəlliklə qalın. Salamat qalın.